Allah'ın salamı olsun. Allah hidayete tabi olanlara Allah'ın salamı, xeyri, rəhməti və bərəkəti olsun deməyimə izin verir. Çünki Allah yaxşılığın əvəzi yaxşılıqdır. Hidayətə tabi olanlar yaxşılıq edir ki, yaxşılardan sayılırlar. Onlara yaxşı sözlər demək də halaldır. Amma mən səhv bir şey edirdim. Cahil idim də. Məsələn, bu salam sözü hardan gəldi? Yəni, məsəl üçün, bilməyəndə mən Elşad Miri anlatmışdı, sağ olsun. Yəni, mən bir şeyi səhv bilirdim. Cahillərə Allah Teala buyurur ki, o sizə söz atdıqları zaman, cahillər sizə söz atdıqları zaman sadəcə bir vüqarla salam deyin, keçin. Bu ayədir, çox şükürdür ki, elədik. İndi onu deyim ki, cahil adam idim ki, Elşad Miri nə edirdi? Elşad Miri cahil adam idim ki, mən sənsən, yox. Danış. İndi də məşət eləməyəcək, danış. Deməli, Elşad Miri dedi ki, qurbanlıq kəsəndə, yəni demək olmaz ki, Allahım, sən mənim işimi düzət, bu işini, oğlumu, qızımı falan elə, mən qurban kəsəcəm. Dedi, Allahla şərt kəsmək olmaz. Qurban kəsirsən, kəs bayla. Amma ki, mən ondan da bətər edirdim. Yəni, neynəmişdim? Elə sanki Allahla şərt kəsməyə oxşurdu. Əslində elə şey yoxdur. Əsla qətiyyən eləmək olmaz. Mən evdən hər şeyi götürüb paylayırdım. Hər şeyimi paylayırdım. Bunu zəkat olaraq vermək olar. Yalan adam and içirsə, ya andına deyən əslində pozursa, onun kəffarəsi var. On adamı ya yedizdirmək kasıbı, ya on adama kasıbı geyindirmək, ya 3 gün dalbada oruç tutmaqdır onun kəffarəsi. Yəni, Allahımız buyurur ki, Allah yolunda infak edin. Yəni, infak edin, hamı bilir. Bir ayədə də buyurur ki, səndən Allah yolunda nəyə verəcəklərini soruşsalar, de ki, ehtiyaclarından artıq qalanını. Bu barədə danışmışıq, o bir videoda var sonra. Deməli, mən götürüb bir dənə misal çəksin. Məsələn, xalçamı götürüb, evdə də xalça qalmışdı, götürüb qonşuya vermişdim. Kasıb adam sayıram onu. O da o qədər kasıb deyildi, götürmürdü. Dedim, onda heç olmasa sən bir adama, mən elə bir imkansızlıqdaydım ki, yəni kasıb tapamırdım da. Elə vəziyyət ki, mən kasıb adam axtarıb tapmağa imkanım yox idi. Ona görə o qonşuya dedim ki, bəlkə sən tapasan, verəsən, mən bunu ona görə deyirəm ki, qızım ürəyində bilirdim onu, ona demədim deyəsən. Sonra, yəni ürəyimdə o ki, nəzir demişdim ki, Allah'ım, mən Allah'la şərt kəsmişdim də sanki. Qızım xoşbaxt olsun, mən bu qızım əri cebimdən sonra demişdim, Allah'ım, qızım xoşbaxt olsun, mən bu xalçanı bir kasıba verim. Əslində isə xoşbaxtlik adamın öz əlindədir, Allah diləyənə verər. Xoşbaxtlik həm də nisbi şeydir, yəni bugün şeytan var axı dünyada, 5 dəqiqə yaxşı ola bilərsən, yəni Allah heç kəs çəkə biləcəyindən artıq yüklənir, o dəqiqədə şeytan adam hücum edir, daim mübarizədə sən ölənə qədər, yəni şeytan ya nəfs, adam nəfsi də şeytanlaşdırırlar həyatda, yəni adam bədbəxt ola bilər, hər ağırlıqdan sonra bir asanlıq gəlir, əsas odur ki, axirəti qazananlardan olar. Amin. Allahla şərt kəsmək olmaz, nəzir vermək ki, ya qurbanlıq kəsəndə. Olmaz, şərt kəsmək, Allahla şərt kəsmək olmaz. Əsla qətiyyən olmaz. Haşa deyirlər, türklər. Allah bizimlə olsun, mələk. Mömin cənnətin. İfrat edəm, ha, o bir şey yapacaq. Sağ olun.